stres faktoru ən önəmlisi stres faktoru olsun. Hava Şəhər şəraiti. şəraitindən, kənd şəraitindən belə insanlara referans alğan ölçsəz, hətta bəlkə fərqlilik çox ola bilər. Aydındır. Ona görə ətraf yaşam şəraitimiz dəyişdiyindən, yəni əslində texnologiyanın nə qədər üstün cəhətləri olsa da, sağlamlıq üzərində bir neqativ təsiri də budur ki, yəni bu kimi, yəni testosteron miqdarının azalmasında bu ətraf mühit amillərinin təsiri çox böyükdür. Amma bu azalma deyə yenə deyirəm, bu hələ ki referans aralığının altında deyil. Yəni bunu panik eləməyə ehtiyac yoxdur. Bu məsələn normalda məndə 7-8 olmalıydsa, ki, yəni bu referansdan məndə 30-35 yaşdan azalmağa gedə bilər. Bir də var məndə məsələn olur bu 3-4 olur. Artıq dediyimiz kimi 20-25 yaşdansa daha çox hiss olunur. Amma yenə deyirəm bu dəqiqə həyəcan təbliğatçılası bir şey, insanları bundan manipulə edib, sabah təbii ki bundan bir il sonra görəcək çıxacaq zərərsiz testosteronlar belə-belə. Yəni bu düzgün deyil. Bir də bir şey qeyd edim, testosteron bodybuilder üçün yəni istehsal olunan bir preparat deyil ki. Yəni bu tibbdə istifadə olunmaq üçün bu yəni çıxıb. Sadəcə bu sui istifadə sayılır bu. Yəni onun gündəlik o qədər yəni androlojik problem olan insanlar var, xəstəlik